Gedir İmam Rıza Aleyhisselamın ziyaretine. İmam Rıza Aleyhisselamın ziyaretine gedir, çok imkanlı şəxs olur. Gedir, gəlir imamı ziyarət eləyir, qayıdır qaldığı yerə, görür ki, əlində özü ilə məşhədə gətirdiyi bütün pullarını oğurlayıblar. Yoxdur pul. Nə qayıtmağa pulu var, nə qaldığı yerin pulunu verməyə pulu var, nə yeməyə pulu var. Yəni, bu adamın arxaya qayıtmağa, öz yerinə qayıtmağa pulu yoxdur. Gəlir təzdən İmam Rıza Aleyhisselamın hərəminə daxil olur. Deyir ki, ey imam, mən elə bir adamam ki, gedib kiməsə yaxınlaşım deyim ki, mənə pul ver, mən öz vətənimə qayıdım, o xasiyyətli adam deyirəm. O xüsusiyyət yoxdur məndə, gedim kiməsə ağız açım, çünki utanıram. Özün bilirsən mənim halımı, mənim halımdan xəbərdarsan. Yəni, mənim işimi elə düz qoşunan ki, mən öz vətənimə heç olmasa qayıda bilim. Gəlir, qayıdır qaldığı yerə, səhər sübhə yaxın bu cür nə bir yuxu görür, İmam Rıza Aleyhisselam gəldi onun yuxusuna. Və ona deyir ki, sabahları filan vaxtı hərəmin filan yerində gedib dayanarsan, kim sənə birinci salam versə, onun salamını al, öz hacətivi, istəyivi ona dinən, o sənin istəyivi əmələ gətirəcək. Deyir, gəlir, dayanır, həmin saatda, həmin yerdə dayanır, gözləyir ki, imam buna indi agah eləyib də məsələni. Görür, bir nəfər gəlir, bunun kəndçisidir, bunun yaşadığı şəhərdəndir. Amma bunun barəsində cəmaat o qədər sözlər deyir. Hətta bunun üçün deyirlər ki, bu binamazdır, bu yaxşı adamdır. Görür, elə bir adam gəlir ki, mənim ondan nəsə istəməyim düzgün bir şeydir. Özünə sığışdırmır, ona desin ki, mənim pullarımı uğurlayıblar, mənim pulum yoxdur. Həmin şəxs yaxınlaşır, buna salam verir, hal-əhval tutur ki, nə inirsən burada dayanmısan? Mən də gəlmişəm ziyarət eləməyə. Mən də gəlmişəm İmam Rıza Aleyhisselamı ziyarət eləməyə. İndi səni gördüm, sevindim. Nəyə ehtiyacım var, nə inəyim sənin üçün? Deyir, heç nə. Hələ dayanmışdım, ziyarət elədim, çıxdım, dayandım, indi qayıdıram, qayıtdığım yerə. Demir. Özünə sığışdırmır ki, o adama düşsün. Çünki bu adamı öz məntəqəsində cəmaat, belə deyək, hoydu-hoyduya qoyub. Cəmaat bunun barəsində deyirdi ki, bu adam binamazdır. Bu adam namaz qılmır. Bu adam yaxşı işlərlə məşğul deyil. Bu günahkardır. Bir gəlir təzdən, qalır, kəsilə-kəsilə ki, mən İmam Rıza Aleyhisselamı öz dərdimi dedim. İmam Rıza Aleyhisselam bizim kəndimizin, bizim yaşadığımız yerin ən lazımsız adamını götürdü, göndərdi mənim üstümə. Mən neyniyim? Deyir, təzdən deyir, gecə günə təvəkkül eləyir, təvəssül eləyir, yatır. Təzdən İmam Rıza Aleyhisselamı görür yuxuda. Görür yuxuda, deyir ki, səhər yenə sənə tapşırdığımız yerdə gedərsən, dayanarsan, kim sənə ilk salam versə, onun salamını al və öz dərdivi dinən, o sənin dərdivə dərman eləyəcək. O sənin bütün ehtiyaclarını həll eləyəcək. Deyir, təzdən gəlir, dayanır, görür, həmin adam təzdən gəldi. Həmin o kəndçisi. Yaxınlaşır, buna salam verir, deyir, 2 gündür gəlirəm, görürəm, burada dayanmışsan, sənin nə işin var? Deyir, axırda deyir, mən deyir, danışdım ona dərdimi, dedim. Deyir, çıxartdı cibindən bir miqdar pul verdi mənə. Deyir, kəsilə-kəsilə deyir, götürdüm. Sonra deyir, mən deyir, özüm açdım söhbəti ki, sənin barəndə bilirsən də nələr danışırlar da, nə deyirlər. Nə sözlər danışırlar. Deyir, hamısından deyir, xəbərim var. Deyir, o sözlərin heç birinə deyir, əhəmiyyət vermirəm. Bilirəm, cəmaat mənim üçün deyir ki, mən namaz qılmıram, mən binamazam. Cəmaat mənim üçün deyir ki, mən günah eləyirəm, günah əhliyəm. Amma biləsən, mən namazımı elə bir yerdə qılıram ki, sizin ora gedib yetişməyiniz üçün gərək qulaqlarınızı bağlayasınız. Gərək nəfsinizi öldürəsiniz. Mən deyir, soruşdum ondan ki, sən harada namaz qılırsan ki? Dedi, gəl səni göstərim mən. Mən zamanənin hüccəti